Değerli izləyicilərimiz, Sabunçu rayonunda yaşanan bir qətl hadisəsi ilə bağlı məlumatımız var. Belə ki, 1985-ci il təvəllüdlü Samir Arifoğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü ilin dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib. Daxili İşlər Nazirliyindən bildirilir ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyidin yaşadığı evin həyətinə basıldığı müəyyənləşdirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Elmira İbrahimova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Ancaq xəbərin maraqlı tərəfi ondan ibarətdir ki, qadın öz həyat yoldaşını öldürdükdən sonra həyətə bastırıb və izi itirmək məqsədi ilə isə ərinin bastırdığı yerdə gül əkib. Allah rəhmət eləsin.